بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله فاطر السماوات والأرض جاعل الملائكة رسلا أولي أجنحة مثنى وثلاث ورباع يزيد في الخلق ما يشاء إن الله على كل شيء قدير. ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له من بعده وهو العزيز الحكيم. يا أيها الناس اذكروا نعمة الله عليكم هل من خالق غير الله يرزقكم من السماء والأرض لا إله إلا هو لا إله إلا هو فأنى تؤفكون. صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə, Ramazanın son günündə sizlərin qonağınızıq. Həqiqətən Ramazan sanki dünən həyatımıza qədəm qoymuşdu. Artıq bugün Ramazanın son gününü yaşamaqdayıq. Ramazan söhbətləri verilişimizin bu dəfəki qonağı çox dəyərli ilahiyyatçımız, Qafqaz Müsəlmanları İdarəsinin Şəki Oğuz bölgəsi üzrə qazısı Hacı Kamran Məmmədovdur. Hacı, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiz? Çox sağ olun. Allah hər zaman yaxşı eləsin. Allah razı olsun. Yaxşı olasınız da ki. Həqiqətən bayaq da vurguladığım kimi Ramazan sanki həyatımızda dönən qədəm qoymuşdu. Daha artıq bugün Ramazanın son gününü yaşamaqdayıq. Ramazan bayramı ilə əlaqəli, ümumilikdə bu ərəfədə üstümüzə düşən vəzifələrlə əlaqəli danışmağınızı istəyərdik. Çox sağ olun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Amin. Bi hürmeti seyyidil mürselin. Hörmətli, dəyərli qardaşımız Araz müəllim və eyni zamanda bizi izləyənlər, Minbər TV-nin izləyicilərini Ramazan ayının sonuncu günündə Allahın səlamı ilə salamlayıram. Allahın səlamı, şəfqəti, bərəkəti
hər birimizin, xalqımızın və eyni zamanda bütün ümmət-i Muhammedin üzərinə olsun. Allah Teala mübarək Ramazanı bizdən razı gedənlərdən eləsin. Əgər Ramazan ayı bizdən razı olarsa, Allah da razı olar. Odur ki, mən bir daha fürsətdən istifadə edib təşəkkür edirəm ki, Ramazanın sonuncu günündə bu bayram ərəfəsində bir ağsaqqal təbrik eləmək üçün, xeyir duası almaq üçün bura dəvət elədiyinizə görə təşəkkürümü bildirirəm. Biz də sizə təşəkkür edirik ki, gəldiniz. Çox sağ olun. Bayram haqqında bir kəlmə demək istəyirəm. Bayram biz müsəlmanların əziz günlərindən biridir. Ən sevinçli günlərimizdir, müqəddəs günləridir ki, Peyğəmbər əleyhissalamın ifadəsi ilə desək, il ərzində o günlərin ən mübarəki bayram günləridir. Xüsusən Ramazan bayramının ilk günüdür deyə Peyğəmbərimizin bizə müjdəsi vardır. Bayram, bilirsiniz, Peyğəmbərimiz bayramın tarixinə əvvəlcə bir nəzər salsaq, Peyğəmbər əleyhissalamın Məkkədən Mədiniyə hicrəti ilə bayram günləri elan olundu və o vaxtı Mədinədə cahiliyyə dövründə ərəblərin qeyd elədiyi 2 gün var idi. Peyğəmbərimizə dedilər ki, o bir bayrama rastlaşdı. O ərəfədə, o gəldiyi vaxtda bu nədir, bu hansı bayram deyə Peyğəmbərimiz soruşdu, məlumat almaq istədi və dedilər ki, biz bu 2 günü qeyd edirik. Peyğəmbər əleyhissalam da bunun müqabilində Allah Teala sizə daha mübarək günləri göndərdi deyə 2 gün Ramazan bayramını və Qurban bayramını sizlərə daha xeyirli bayramları göndərdi deyərək bu bayramların vacib olmasını Allahın Rəsulu bildirdi. Və buna görə dinimizdə demək, hicrətin 1-ci ilində bayramların vacib olması haqqında hicrətin 1-ci ili bayramlar elan olundu. Peyğəmbərimiz tərəfindən elan olundu. Bəs sual ola bilər, bayram nə vaxtdır? Bayram nə vaxt gelir? Əsl vaxtı elə bayramın vaxtı, bayram günü Ramazan ayı ki bitir, elə dan yerinin ağarmasından, danın sökülməsindən başlayan bir vaxtdır. Bildiyimiz kimi elə yer gəlmişəm, bunun da fitrə sədəqəsinin də bayram üçün əhəmiyyəti olduğuna görə, üzərimizdə vacib, imkanlı müsəlmanlara vacib olduğuna görə bayram günü dan yerinin ağarmasından da başlayaraq imkansız müsəlmanlara fitrə verilməsi, ibadəti başlamış olar. Oruç da hicrətin 2-ci ilində fərz buyuruldu, ancaq bayram namazı isə demək, bayram və bayram namazı isə hicrətin 1-ci ilində fərz olması bildirilir. Bayram namazında bayram günündə bayram namazı qılmaq üzərimizə vacibdir. Həm Ramazan bayramında, həm Qurban bayramında Peyğəmbər əleyhissalam da nə buyurur? Bayramlarda ilk işimiz nə olmalı? Birinci növbədə bayram namazını qılmaq. İnşallah məlumat üçün bildirim ki, inşallah Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə uyğun olaraq bölgəmizdə bayram namazı, inşallah Ramazan bayram namazı 8:00-da inşallah qılınacaqdır. Allah Teala xeyirli bayrama qovuştursun. Qabaqcadan hər birimizin və bütün bölgəmizin cəmaatını, ölkəmizin xalqının bayramını bir daha təbrik edirəm. Bayramlar dedik ki, sevinçli bir günlərdir. Hətta bayram günü. Bir baxın Allahın hikmətinə. Biz bir ay, bir ilahi kurs olan Allahın istədiyi, bizdən tələb elədiyi, bir sınaq üçün tələb elədiyi öz bəndələrindən ki, mənim rizam üçün bu kimi şeylərdən, yemədən, içmədən, nəfsani arzulardan özünü hər hansı bir insan qoruya bilirmi? Bilirsiniz, İslam bütün insanlığa gəlib. Yəni, Peyğəmbərimizin xütbələrinə baxılsa, ya eyyuhənnas deyilir, ey insanlar. Yəni, İslamın böyüklüyü, yəni İslam bütün dünyaya gəlir, bütün dünya insanlığa gəlir. Allah Teala dinimiz, İslamın gözəlliklərini dünyamızda bərqərar eləsin. Dünyamızda sülh, əmin-amanlıq Allah nəsib eləsin. Peyğəmbərimiz eyyuhənnas deyərək xitab edir, bütün insanlığa xitab eləyir. Odur ki, bu günlər əziz günlərdir, sevimli günlərdir. Bu günlərdə siz soruşdunuz ki, bu günlərdə bizim üzərimizə düşən vəzifə nədir? Birinci vəzifəmiz əlbəttə ki, bayram gününə hazır olmaq. Bayram namazına gəlməmişdən öncə. Bir baxın, onu demək istəyirdim. Dünən oruç tut, bugün oruç tutmaq fərz artıq sabah oruç tutmaq haramdır. Yəni, bəzi insanlar görsən yanlış anlayır ki, bəzən belələr də ki, hacı bəs sabah da oruç tutacaq bayram namazına görə. Bu yanlış bir fikirdir. Bayram günü oruç tutulmaz. Bayram günü oruç tutulması təhrimən məkruhdur, yəni harama yaxın.
Hatta haramdır deyən alimlərimiz var. Sünnət olaraq Peyğəmbərimizin elədiyi olaraq bayram günü bayram namazına dadlı bir şey yeyərək və xurma ilə yeyərək namaza gəlməsi daha yaxşı görülmüşdür. Yəni bu hökmdə bu şəkildə. Üzr istəyirəm. Bayram günlərində sadəcə bir günmü oruç tutmaq olmaz və yaxud da ümumiyyətlə dinə görə, İslama görə neçə gün nəzərdə tutulur? Çünki Ramazan bayramı çıxdıqdan sonra bir də Şəvval orucu var. Bunu tutmaq istəyənlər və yaxud da qəza oruçlarını əda eləmək istəyənlər varsa, bunu neçə gün ötürü belə? Çox alimlərə görə ixtilaf ki, bayram günündə, bütün alimlər bayram günündə oruç tutmasının əleyhinədir. Yəni tutulmasa daha yaxşıdır. Bayram günü oruç tutmaq təhrimən məkruhdur. Təhrimən məkruh, yəni harama yaxın bir məkruh. Qəzası olan biz tövsiyə eləyərdik ki, bayram günlərindən sonra tutsun. Çünki bayram günlərində bizim bir sıra üzərimizə düşən bayrami vəzifələrimiz var. Qohum əqrabanı ziyarət eləmək, tanış bilişi ziyarət eləmək, eyni zamanda dünyasını dəyişən əcdadlarımızı, valideynlərimizin qəbir ziyarətinə getmək, onların ruhlarına dualar eləmək və eyni zamanda küsürləri barışdırmaq. Yəni üzərimizə bir sıra o gündə vəzifələr düşür. Ona görə də yaxşı olar ki, elə o vəzifələri biz yerinə yetirərək bayramdan sonra inşallah, bayram günlərindən sonra oruç tutulması daha fəzilətlidir. Çünki bayram günü sevinç günüdür, insanların bir-birindən ünsiyyət günüdür. Allahın Rəsulü buyurur ki, vallahi bir-birinizi sevmədikcə imanınız olmaz, imanınız olmasa cənnətə girməzsiniz, Allahın Rəsulü buyurur. Bu sevgi bizə ən çox pik halına çatır Ramazan ayında ki, iftar süfrələri ilə, qarşılıqlı yardımlaşmanı ilə və insanların öz nəfsini cilovlaması ilə insanlar arasında birlik, sevgi, vəhdət yaranır. Və sevgi də elə bir şeydir ki, Allah rəhmət eləsin, bizim təsavvuf ərbabından, böyük təsavvuf alimlərindən həm yerlimiz Mir Həmzə Seyid Nigarinin bir gözəl sözü var ki, insanların bir-birinə olan səmimiyyəti, məhəbbəti Allaha sevgilərinin təzahürüdür. Yəni, insanlar bir-birini nə qədər sevirsə, bir-birinə nə qədər hörmət edirsə, deməli, Rəbbini də, Allahını da o qədər sevir. Buna görə də Allah, bütün Allah dostlarına da rəhmət eləsin. Yeri gəlmişkən Seyid Həmzə Mir Nigari də bizim həm yerlimizdir. Ruhu Qarabağda olan, o vaxtı Qarabağ xanlığının Zəngəzur mahalının Cisimli kəndində dünyaya gəlmiş 1805-ci ildə. 1885-ci ildə dünyasını dəyişmiş, bugün özü isə Amasyada dəfn olmuş, qəbri oradadır. Allah Taala bütün belə böyük şəxsiyyətlərə ki, o şəxsiyyətlər ki, alimlər, peyğəmbərlərin varisidir, Həzrət Peyğəmbər buyurur. Belə insanlar, belə irfan sahibləri, belə irfan carçıları, belə əxlaqı kamilləşdirməyə yol qoyan insanlar xalqın işığıdır, mayağıdır, nurudur və ona görə də Allah Rəsulü buyurur ki, alimlər peyğəmbərlərin varisidir. Yəni, bu cür varislərə, bu cür böyük şəxsiyyətlərə Allah rəhmət eləsin bayram günündə. Bütün Allah dostlarını da ruhları şad olsun. Və bugünkü biz onların izi ilə gezdirik. Allah onlara da xeyirli ömürlər versin. Bu gözəl irfanı, tərbiyəni ta qiyamətə qədər inşallah davam elətdirməyi həm onlara, həm mürid olaraq, həm mürşid olaraq bütün insanlara, mürid, mürşid, yəni tələbə, şagird, müəllim, şagird deyən sözdür, dini termin olaraq gözəl bir ifadədir. Allah Taala bütün müəllimlərə də, tələbələrə də, müridlərə də, mürşidlərə də can sağlığı, xeyirli xidmətlər nəsib eləsin. İnşallah. Və eyni zamanda bayram günündə üzərimizə vacib olan ibadətlər ki, bayaq qeyd elədiyimiz kimi dan yerinin ağarmasından başlayır. Əlbəttə ki, 1-2 gün öncə başlasaq da olar. Yəni, elə adamlar var ki, tez vermək istəyir. Çünki Peyğəmbərimizin hədisi var ki, insanlar yaxşı işlərdə bir-birinizlə yarışın. Bu nöqteyi nəzərdən çox təqdirə layiq bir haldır ki, insanlar bu ayda, Ramazan ayında, bayram ərəfəsində, bayrama bir neçə gün qalmış maraqlanırlar, soruşurlar və hamılıqla üzərinə vacib olsun, olmasın, hamı fitrə verməyə çalışır. Çox yaxşı bir adətdir. Bu xalqımızın yəni genində, qanında Allaha olan məhəbbətin bir təzahürüdür. Sədəqə bəlanı dəf edər. Bəli, sədəqə bəlanı dəf eləyər. Bəli, Ramazan orucunun daha da inşallah kamilliyə çatması üçün fitrə sədəqəsi də eyni zamanda bunu tamamlamış olar. Odur ki, fitrə ayrı-ayrı kitablarda, dini kitablarda, ilmihallarda qida maddələrinə görə təyin olunur. Amma hər bir ölkənin dini idarəsi var. O dini idarə o sosial vəziyyətə görə, müəyyən şəraitə görə həm də o qida məhsullarını nəzərə alaraq fitrənin ölçüsünü verir. Bu il Qafqaz Müsəlmanları İdarəsindən aldığımız məlumata görə fitrə 5
10 manat civarında təyin olunmuşdur. Hər adam başına. Hər adam evdə başına yaşayan, bəli 5-10 manat civarında təyin olunmuşdur. Bəzi adamlar məsəl deyir, soruşanda qardaşım, yəni fitrə imkanlı müsəlmana aiddir. Yəni bir adam əgər bu məsələn müəyyən qədər onu deyirsə ki, bu çoxdur və ya nədirsə, belə ifadə işləsə artıq bu olmaz. Çünki fitrə imkanı olan adama aiddir, üzərinə var. Amma kimsə biraz imkanı yoxdursa da fitrə vermək bu gözəl bir şey. Bayaq qeyd elədiyiniz ki, fitrə bəlaları dəf eləyər, gələn bəlaların qarşısını alır. Allah Taala xalqımızı, ölkəmizi, vətəndaşlarımızı ağlasığmaz bəlalarından, afatlarından hifz eləsin. Rəbbimiz bu bayram hörmətinə bütün dünyamıza sülh, əmin-amanlıq nəsib eləsin. Qanlı münaqişələrdən, amansız müharibələrdən bütün dünya əhalisini eyni zamanda ölkəmizi qorusun. Allah Taala bütün şəhidlərimizə də rəhmət eləsin. Torpaq uğrunda ölən varsa vətəndir. Bu bayram günündə ən çox xatırlanmağa layiq olan birinci növbədə şəhidlərimizdir ki, Allah Taala olan ruhlarını irşad eləsin. Və Azərbaycan 200 ildə yəni belə bir zəfər əldə eləməmişdi. Bugün Azərbaycanın bütün işğal olunmuş torpaqları işğaldan azad olunmuş və doğma Qarabağımızda, Füsunkar Qarabağımızın hər yerində üçrəngli Azərbaycan bayrağı dalgalanır ki, bu da əlbəttə ki, şəhidlərimizin qanı bahasına başa gəlmişdir. Allah bütün şəhidlərimizə, bütün şəhidlərə, xüsusən vətən şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları irşad olsun. Və bu günlərdə olan duaları Allah qəbul eləyər ki, Allah Rəsulü xəbər verir ki, günlərin ən fəzilətlisi Ramazan bayramının ilk günüdür və bu günlər bugünkü son günü hörmətinə və eyni zamanda Ramazan ayının bugün də sonuncu günü də Qədir gecəsi olmaq ehtimalı var ki, tək gecələrdəndir və bu gecə hörmətinə Allah Taala sabahki bayram hörmətinə ki, o qardaşlarımız var, o evladlarımız var ki, onlar bugün qazidirlər, onlar müəyyən xəstəliklərdən əziyyət çəkirlər, aldığı gərginliklərdən, psixoloji gərginliklərdən əziyyət çəkirlər. Allah Taala o vətən evladlarımıza da, qazilərimizə də və eyni zamanda aramızda xəstə olan qardaşlarımıza Allah şəfalar versin. Şəfi Rəbbimizin Əsmaül Hüsna adları var ki, Allah Taala buyurur ki, Peyğəmbərimiz də hədislərdə Allahın gözəl isimləri ilə çağıraraq Allaha dua olunarsa, edilərsə, Allah o duaları qəbul edir. Bu adlar hörmətinə, mübarək Əsmaül Hüsna adları hörmətinə, xüsusən Şafi adı hörmətinə bütün xəstələrimizə və qazilərimizə Rəbbimiz şəfalar ehsan eləsin. Allah Taala birliyimizi, bütövlüyümüzü pozmaq istəyənlərə, bayrağımızı, sancağımızı enditmək istəyənlərə, aramıza nifaq salmaq istəyənlərə fürsət verməsin. İslamda bəddua yoxdur. Bizim dinimiz sülh dinidir. Müsəlman sülhün carçısıdır. Müsəlman İslamın, sülhün təminatçısıdır. Yəni, biz bu şəkildə başa düşməliyik. Amma baxmayaraq müəyyən dövrlərdə müəyyən ideyalar bunu qorxunc şəkildə təbliğ eləmək istəyirlər. Əlbəttə ki, bunlar keçici bir şeydir. Çünki dini Rəbbimiz qoruyur, Allah qoruyur dini. Bu din Allahın yoludur, Allahın nizamıdır və insanların firavanlığı üçün, xoşbəxtliyi üçün göndərilib və bu gün inşallah bu kitab, bu Peyğəmbərin uca əxlaqı qiyamətə qədər inşallah davam edəcəkdir. İnşallah. Allah razı olsun. Çox sağ olun hacı. Çox dərin təşəkkürlərimizi bildiririk. Allah Teala bizləri, sizləri neçə belə gözəl Ramazanlara qovuştursun inşallah. Son olaraq bizlərə, izləyənlərimizə çox dəyərli tövsiyələrinizi verdikdən sonra verilişimizi artıq yekunlaşdıraq Allahın izni ilə. Ən böyük tövsiyələrimizdən biri hər birimizin əlbəttə ki, din nəsihətdir Peyğəmbərimiz buyurur. Çox gözəl bir mövzuya toxundunuz. Din nəsihətdir. Yəni təkcə ağsaqqal yox, hər bir müsəlman nəsihət eləməyi bacarmalıdır. Nəsihət eləyərsə ibadət eləyər. İbadət təkcə, əlbəttə ki, Allaha olan İslamın 5 ehkamı, bunu hər birimiz yerinə yetirməliyik ki, bu üzərimizə fərzdir. Amma bununla yanaşı elədiyimiz yaxşı əməllər özü də ibadətdir. Bu ibadətlərin də başında mən deyərdim ki, sizin sorğu elədiyiniz kimi nəsihət vermək, din nəsihətdir. Ən böyük nəsihətçimiz, nəsihət verənimiz uca Allahdır, Cəllə Cəlaluhu. Ondan sonra Peyğəmbərlərdir və Peyğəmbərlərin səyyidi olan Hazreti Muhammed Mustafa'dır ki, bütün insanların, bütün Peyğəmbərlərin baş mürşidi Hazreti Peyğəmbəri, səyyidi Peyğəmbərdir. Və ondan sonra gələn üləmalardır, alimlərdir və eyni zamanda onların izi ilə gedən də
müsəlmandır bizlərik. Buna görə də mən nəsiyyət eləyərdim ki, biz birinci növbədə Allahımıza bağlı olaq həmişə. Bax, bu Allahımıza bağlılıqdır ki, Azərbaycanı bugün dövlət olaraq tam suverenliyini təmin elədi. Və Azərbaycanın başına nə qədər tarixdə bəlalar gəlsə, Allah rəhmət eləsin, böyük şairimiz Səməd Vurğun, bilinmir yaşın sənin, nələr çəkmiş başın sənin. Bizim xalqımızın başı nələr çəkmiş. Amma buna baxmayaraq, Allahdan ayrılmadığımıza görə, qəlbimizdə Allah xofolluğumuza görə, Allah Taala bu ölkəni həmişə var edir və bu ölkə tarixin xəritədən silinmir və bugün əksinə gördüyünüz kimi Azərbaycan dövləti artıq tam bir suveren bir dövlətdir, müstəqil bir dövlətdir, tam ərazi bütövlüyünə sahib olmuşdur. Bu böyük bir nailiyyət. Bütün bunların başında Allah olan sevgimizdir. Və nəsiyyətim olar ki, xalqımız Allahın yolundan ayrılmasın. Allahın ipindən. Necə Allah Taala Bəqərə surəsinin 103-cü ayəsində buyurur, nə buyurur? Hamınız birlikdə Allahın ipindən yapışın və parçalanıb dağılmayın. Buna görə biz çalışmalıyıq ki, həmişə bir olaq, dinimiz üçün, imanımız üçün, dövlətimiz üçün və eyni zamanda dövlət rəhbərimizin ətrafında birləşərək həmişə dövlətimizi, xalqımızı rifahı üçün çalışaq, dövlətçiliyimizi qoruyaq və eyni zamanda vətənimizi sevək. Vətən böyük bir nimətdir. Allah Taala vətənimizi abad eləsin. Hər birimizə vətən abadlığına xidmət eləyənlərdən eləsin. Hər birimizi millət səlamətçiliyinə xidmət eləyənlərdən eləsin. Hər birimizi dövlət intizamına xidmət eləyənlərdən eləsin. Hər birimizi cəmaatımızın tərəqqisi üçün çalışanlardan eləsin. Hər birimizi istiqlaliyyətimizi unutmamaq, istiqlaliyyət sözünü dilimizdə əzbər və beynimizdə bu sözü həkk eləyən vətəndaşlardan eləsin. Bir daha Allah Taala bütün dünyamıza, müsəlman aləminə, xüsusən doğma Azərbaycanımıza, ölkəmizə, dövlətimizə, vətəndaşlarımızın ailəsinə və eyni zamanda sizin ailələrinizə, siz bu bir ay Ramazan ayında xidmətlər elədiniz. Peyğəmbərimizin tövsiyəsinə rəayət edərək mənim söylədiklərimi eşidənlər, eşitməyənlərə çatdırsın. Bunu mən çox söhbətlərimdə təkrar eləyirəm. Bu böyük bir xidmətdir. Yəni belə verilişlər dinimizin, imanımızın, milli mənəvi dəyərlərimizin insanlara çatdırılmasında böyük xidmətləri var. Allah Taala gözəl xidmətlərlə həmişə dünyamızda, axirətimizdə qazananlardan eləsin. Bir daha bayramımız mübarək olsun. Hər birimizə də Cənab-ı Allah daim bayram əhval-ruhiyyəsi nəsib eləsin. Və selamu aleyküm, rəhmətullahi və bərəkatuhu. Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Çox dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olun, Hacı. Allah sizləri var eləsin. Çox dəyərli izləyənlərimiz, bununla da növbəti bir Ramazan ayının sonuna gəldik. Növbəti bir Ramazan söhbətlərinin sonuna gəldik. Gələn Ramazanlarda görüşmək ümidi ilə Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy alel-salah. Hayy alel-salah. Hayy alel-felah. حي على الفلاح. الله أكبر، الله أكبر. لا إله
الله